Son dəqiqə, Valverde Qarabağa 9 qol vuracağıq deməyib. Bizi aldadan kim oldu? Son günlər sosial şəbəkələrdə və bəzi yerli saytlarda Atletik Bilbao klubunun baş məşqçisi Ernesto Valverde'nin Qarabağ haqda güya onlara 9 qol vuracağıq dediyi iddia olunur. Sözü gedən məlumat İspaniya mətbuatına istinadla yayılsa da konkret bir mənbə göstərilmir. Kiçik bir araşdırma belə bu iddianın yalan olduğunu ortaya çıxarır. Həqiqət nədir? Heç bir İspan media orqanı Valverde'nin belə bir açıqlamasını yayımlamayıb. Valverde isə peşəkar məşqçi kimi rəqibə qarşı hörmətsiz və təhqiramiz ifadələr işlətmir. Xüsusilə də Qarabağ kimi son illərin Avropada ad qazanmış komandası barədə. Əslində Qarabağ hazırda UEFA turnirlərində 6-cı sıradadır. Atletik isə 34-cü yerdə qərarlaşıb. Valverde bu reallığı bilir və komandası ilə ciddi şəkildə hazırlıq aparır. Kim və nə üçün belə yalan yayır? Bu cür xəbərlər diqqət və klik qazanmaq məqsədi ilə uydurulur. Təəssüf ki, bəzi platformalar araşdırmadan bu tip məlumatları tirajlayır və ictimaiyyətdə yanlış fikir formalaşdırır. Sizcə bu yalan xəbərləri kim və nə məqsədlə yayır? Şərhlərdə fikrinizi yazın.